Valideyn Allaha qarşı danışır, heç nəyə qəbul etmir, inkar edir. Belə bir valideynlə necə davranıq? Həmçinin qohumlar qəbul eləmir, bizi ilə pis rəftar edir. Onlarla necə rəftar etməliyik? Birincisi, valideyn. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabəyə deyir ki, ən çox anaya qayğı göstərməlisən. Sonra kimə? Yenə anaya. Sonra kimə? Yenə anaya, sonra ataya. Rasulullah sallallahu aleyhi ve sellem burada istisna etmir ki, ancaq mömin ana olmalıdır, mömin ata olmalıdır. Ümumiyyətlə, ana və ata, onların qayğısına qalmalısan. Buna dəlil, diqqət edin, Loğman surəsi 14-cü ayə. Biz insana ata-anasının qayğısına qalmağa əmr etdik. İstisna yoxdur burada. Mömindir, müşrikdir, kafirdir. Ata-anaların hamısının qayğısına qalmaq lazımdır. İsra surəsi 23-cü ayə. Rəbbin yalnız ona ibadət etməyi və ata-ananın qayğısına qalmağa əmr edir. Və Ənkabut surəsi 8-ci ayə. Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlardan biri bilmədiyin bir şeyi mənə şərik qoşmağı üçün səni məcbur etsə, diqqət edin, ana müşrikdir, ata müşrikdir. Səni məcbur edir ki, sən də şirk edəsən. Onlara itaat etmə. Lakin dünyəvi işlərdə onların qayğısına qal. Fikir ver, subhanallah. Dünyəvi işlərdə onların qayğısına qalmaq vacibdir. Və buna misal Əbu Hureyra radiyallahu anh, bilirsiniz, məşhur rəvayətdir. Hamınız bu rəvayəti bilirsiniz. Anasını uzun illər dəvət edir. Anası müşrik kafir olur. Qəbul eləmir. Axırda hətta Əbu Hureyranın da, dini də, Peyğəmbər s.ə.v də təhqir edir və onu evdən qovur. Əbu Hureyra nə edir? Anasını atıb çıxıb gedir? Xeyr. Ümidini üzmür. Gedir Peyğəmbər s.ə.və yalvarır ki, ya Rasulullah, Allaha dua et, Allah anama hidayət versin. Fikir ver. Son nəfəsinə qədər, valideynin son nəfəsinə qədər ümidinizi kəsməyin Allahdan. Allaha dua edin ki, Allah onlara hidayət versin. Peyğəmbər sallallahu aleyhi ve sellem dua edir və Allah subhanət hələ Əbu Hureyranın anasına hidayət verir. O ki, qaldı qohumlar, deməli, Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabəsi gəldi, ya Rasulullah, mən qohumlarımla əlaqə saxlayıram, onlar məndən qaçır, əlaqəni kəsir. Mən onlarla xoş davranıram, onlar mənə kobud cavab verir, sərt davranır. Neyini? Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, belə rəftarını davam elə. Sən belə rəftar etdikcə, Allah həmişə sənin yanında olacaq, səni qoruyacaq, səni kömək olacaq və sən böyük mükafat qazanacaqsan Allah yanında. Quranda da Allah subhanət hələ deyir ki, İsra surəsinin 26-cı ayəsində وَاَتِ ذَا الْقُرْبَ حَقَّ Qohum əqrabanın haqqını ödeyin. Qohum əqraba müşrik kafir olsa belə, onların haqqını ödəmək müsəlmanın boynuna düşən vaciblərdəndir.